binaya baxıram və deyirəm ki, bu binanın burada yeri yoxdur da. Ümumiyyətlə yaşayış binaları müasir urbanistikaya sığılmır. Amma bu bizi inkişaf aparmayacaq, dəqiq inkişaf aparmayacaq. Bizdə rəqabət yoxdur. Bilməm, mənim sürücümün nəm xalası oğlu deyir ki, burada yaxşı satır. Biraz o hörməti də memarlar da özünə qoymalıdır. Skamyalar mədəniyyəti Bakı şəhərinə niyə gəlmədi? Bu bizim mədəniyyətimizdir. Qadınlar çölə çıxmırlar. İnsanlar özlərini nə iləsə sübut etmək istəyirlər, amma evindən çıxan kimi sən aqressiv mühitlə rastlaşırsan. Çünki Bakıda tikilən minlərlə binanı sökmək başqa problemlərə gətirib çıxar. Biz pozitivə doğru gedirik yoxsa yox? Bu sualdan sən artıq pozitiv nitkinizi kəsdin. Salam dostlar, hər vaxtınız xeyir. İnsan Ömrü podkastın biz növbəti buraxılışını, növbəti mövsümünü daha doğrusu start veririk. Bugün iki maraqlı qonağım var. Birinci qonağımı tanımamış olmazsınız, əgər kanalı çoxdan izləyirsinizsə, memar Dilgəm İsmailov. Dilgəmlə 30-dan çox müxtəlif mövzularda vloqlar çəkmişik və daha çox təbii ki, şəhərsalma, urbanistika, memarlıq və yeni qonağımı təqdim etmək istəyirəm. Bugün Sabina Abbasova. Sabina da urbanist və memardır. Onda layihələri var, onda öz yanaşması var. Əkinçi kimi layihələrdə də çıxışları olub, izləyə bilərsiniz. Sabinanın da fikri bugün çox dəyərli olacaq. Xoş gəlmisiniz dostlar. Çox sağ olun. Xoş gördük. Bugün gündəmdə olan, yəni bizim sahədə olan, gündəmdə olan əsas mövzulardan biri dillərdən düşməyən əvvəllər ancaq bizim kiçik memar dairədə bu haqda danışırdılar, amma bugün istər sosial media, istər hətta televiziyalar Bahir şəhərdə söküntü işləri aparılır. Biz bu haqda çox danışırdıq və ən çox mənə sual yaradan oldu ki, biz Bahir şəhəri sadəcə dediyim kimi bir lazım olmayan bir toxuma kimi qarşılayırıq. Amma məsəl üçün biz içəri şəhər haqqında danışanda mən inanmıram ki, bir Bakılı olsun desin ki, içəri şəhəri söksək, onun yerində nəsə başqa bir şey yaratsaq, başqa bir müasir, hətta ən müasir komplekslər, ən müasir, ən insan yönümlü bir yanaşma yaratsaq, bunun üçün bir içəri şəhəri sökməliyik. Bu kontrast hardandır? Niyə içəri şəhərə bu qədər böyük diqqət var, amma Bahir şəhər çoxlar tərəfindən lazımsız bir element kimi qarşılanır. Niyə belə böyük kontrast var? Birinci növbədə cəmiyyətin özündə. Hətta müasir binalardan başqa bugün çünki adətən daha çox Bahir şəhərin yerində park salınması mövzusu var. Hətta içəri şəhərin yerində biz ictimaiyyətə deyilsə ki, park salınacaq, böyük bir park salınacaq. Hər halda buna da qarşı olar insanlar. Yəni orada da heç kim istəməz ki, böyük bir qazon park salınsın. İçəri şəhərə gəlincə, içəri şəhər özünün də biz elə vloqlarda da danışmışıq bu barədə. İçəri şəhərin özü də, yəni 60-cı illərin sonunda, 70-ci illərin əvvəllərində sökülmə layihəsi vardı. Artıq layihə hətta təsdiqlənmişdi. Biz bunu elə vloqda da təqdim etmişik. Bu baş planını, maketini hətta təqdim etmişik. Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmışdı. Hətta biz yəni məhz həmin vloqu izləyənlər xatırlayırsa, Gün keçdi filmindən statlar da gətirmişdi. Məhz Arif Babayev o filmi buna etiraz olaraq çəkmişdi. Bugün də Bahir şəhərə gəldikdə mən düşünürəm ki, təxminən həmin dövrün təxminən bir 55 il, 60 il bundan öncəni biz yaşayırıq, yəni həmin dövrü yaşayırıq. Və bugün də təbii ki, təkcə memarlar yox, yəni bizim bu çağırışa rejissorlar da qoşuldu, daha sonra fotoqraflar qoşulub. Yəni hərə öz sahəsində nələrsə etməyə, buna öz sənəti ilə, öz dili ilə etiraz etməyə çalışır. Bunun qorunmasının nə qədər vacibliyini insanlara çatdırmağa çalışır. Rejissorlar, mən adlarını gərək qeyd edim, məsələn Elməddin Süleymanov, Aytaç Süleymanova orada məsələn planda Bahir şəhər filmi çəkdilər və bütün bunlar təbii ki, necə ki Gün keçdi filmini tarixə çevrildi. Yəni bütün bunlar təbii ki tarixdir və neqativ tərəflərinə yox, pozitiv tərəflərindən də baxmaq istəyirəm ki, ilk öncə onu deyim ki, məncə bütün artıq bugün kimdən soruşduqda Bahir şəhər terminini, hətta düzdür, Bahir şəhər termini əslində böyük bir anlayışdır, daha böyük ərazini əhatə edir. Amma məhz o əraziləri artıq insanlar ən azından Bahir şəhər kimi tanımağa başlayıb, Bahir şəhər adlandırmağa başlayıb. Və biz bunu da podkastda vloqlarda qeyd etmişdik ki, birinci Bahir şəhər Forştat terminoloji olaraq formalaşıb, daha sonra içəri şəhər
termini formalaşıb. Yəni İçəri şəhər sözünün, termininin özü Bayır şəhərdən daha sonra formalaşmağa başlayıb. Çünki əvvəllər Bakı onsuz da qala divarı və yaxud da ikinci qala divarı, İçəri şəhər vloqunda da bu haqqda danışmışıq. Yəni sadəcə bundan ibarət idi Bakı. Bayır şəhər daha sonra formalaşmağa başladı. Və təbii ki, bu ərazilərdə sonradan tikilmiş, son 20-30 il ərzində tikilmiş tikililər də var. Memarlıq dəyəri olmayan tikililər də var, amma buna yanaşma bu cür olmamalıdır. İndi növbəti dəqiqələrdə bunu daha detallı bu barədə danışa bilərik. Bizim etirazlarımız bəzən bunu da başqa cür qələmə verirlər ki, sanki biz deyirik ki, ümumiyyətlə toxunu olmamalıdır, ümumiyyətlə əlvur olmamalıdır, necə var o vəziyyətdə qalmalıdır. Xeyr, bu ərazilərə təbii ki, qeyri-estetik müdaxilələr var, qeyri-peşəkar daha doğrusu müdaxilələr var. Son 30 ildə bilməm, yəni xüsusən son 30 ildə, bəlkə də elə Sovet dönəmində də olan müdaxilələr təbii ki var. Ona görə də bu ərazilərə hansısa bir qərarlar verilməmişdən qabaq bu ərazilərdə ciddi analiz işləri aparılmalıdır, ciddi ümumiyyətlə daha peşəkar işlər aparılmalıdır. Onu da qeyd edim ki, biz Memarlıq Universitetinin tələbələri ilə bir yerdə Sabina ilə biz bu ərazilərdə xeyli gəzinti, analiz işləri də aparmışıq. Bu ərazilərdə xüsusi təkcə biz bir çox məktublarımızda və yaxud da ki, müraciətlərdə bir çox vaxt qeyd edirik. Bəli, Avropa şəhərsalma quruluşu olsa da, bu ərazilərdə çox maraqlı detallar var. Yəni, xüsusən xüsusi mühafizə zonası hətta kənarda da Bayır şəhər anlayışı təkcə bugünkü xüsusi mühafizə zonası deyil, daha geniş anlayışdır və kənarlara çəkildikcə çox daha maraqlı quruluşlara, məsələn o qeyd etdiyim toxumaya rast gələ bilirik. Mən elə burada Sabinaya sualım olacaq ki, Dilqəm deyir ki, maraqlı layihələr vermək olar, maraqlı yanaşma vermək olar. Sabina, bildiyim qədər səndə də maraqlı, xüsusilə taktiki urbanizmə dair bir layihələr olub. Sənin fikrincə, bax, bu istər Bayır şəhər, istər bəlkə də Bayır şəhərdən biraz qıraqda olan bir küçələrə aid hansı bir taktiki urbanizmmi ya da ümumiyyətlə hansı bir memarlıq layihəsi ilə nə orada etmək olar ki, biz buradan danışaq, insanlar da beynində bunu təsəvvür etsinlər ki, hə, belə olsa həqiqətən biz bu ərazilərə başqa cür baxarıq. Birincisi, yəni taktiki urbanizm nədir? Taktikadır da. Hansısa bir məqsədlə qoyulan taktikadır və o sırf mühitin dəyişilməsi, hansısa belə məqsədlərlə, strategiyalarla yəni olunur, reallaşdırılır. Ona görə orada birinci analiz lazımdır, ümumi. O transportda, sosial tərəfinə, iqtisadi tərəfinə, antropoloji, arxeoloji və s. Yəni bir çox qatları araşdıraraq, plus texniki tərəflərini, infrastruktur, transport, bla bla. Onlar aşkar olduqdan sonra bu problemlər, hansısa taktikalar əmələ gəlir. Misal üçün, oranın piyadalaşması və yaxud ümumi shared street harda nə daha çox önəmlidir, harda söhbət Bayır şəhər küçələrindən söhbət gedir. Bəli, Bayır şəhər. O piyadalaşma necə ki, indi İslam səfərdə olan küçələrdən söhbət gedir, bu yanaşmanın. Bəli, çünki dar küçələrdir və bəziləri arteriya kimi istifadə olunur. Misal üçün Murtuza Muxtarov ən çox istifadə olunan küçədir və Azərbaycan prospekti, yəni enli bir prospektdir və bombalan-boş durub. Yəni hansısa strategiyalar ora aid ola bilər. Sonra Zərgər falan küçəsi var, hansı ki yenə də arteriya kimi prosta ictimai nəqliyyat yox, şəxsi nəqliyyatla çox istifadə olunur. Amma çox zəngin tarixi bir küçədir və orada hal-hazırda gəzmək olmur, oranın tarixini hiss etmək. Bəli. Yəni o belə deyim də, o kvartallara başa düşdüyüm qədər yəni yenə də shared street eləyirik, binaları bərpa eləyirik və o küçələrin həqiqətən ki, necə biz dediyimiz Targov ərazisi, orada o qədər də potensial olan bir küçələrdir də, düzdürmü? Yəni məncə o yanaşmanı orada tətbiq etmək məncə o tam başqa bir kontekstdir. Oranın
daha çox yerli sakinlərin biznesinə, kiçik miqyaslı hansısa yerlər və s. oranın strukturuna daha çox yaraşır. Nəinki Targovo kimi böyük miqyaslı, hündür 4-5 mərtəbəli evlərin olması və s. Sıxlıq tam başqa sıxlıqdır insan baxımından. Bu mövzuya oxşar başqa bir sual var. Deməli biz dediyimiz kimi də yəni burada indi park olacaq, başqa bir şey olacaq, amma biz ümumiyyətlə bu gün Bakıda tikilən yeni binalardan danışırıqsa, siz özünüz də memarsınız. Mən ona fikir verdim ki, bax nə qədər müxtəlif ölkələrə səyahət eləmişəm, istər bu yaxınlarda Mərkəzi Asiya ölkələrində olmuşam və fikir vermişəm ki, Tiflisin özündə olsun, Gürcüstanda olsun, orada tikilən yeni binalar mı olsun? Bəziləri okey, mən də baxıram, görürəm ki, bunun yeri burada yoxdur. Amma hər hansı bir struktura, formaya, yəni olduğu məkana, olduğu, yəni mühitə necəsə daha harmonik şəkildə, yəni uyğunlaşılıb da, yəni uyğunlaşdırılıb. Mənim maraqlıdır, bu tək Azərbaycanda belədir ki, yəni yeni tikililərin əksəriyyəti həqiqətən heç bir dizayn tərəfdən bir zövqə, memarlıq zövqə, memar olmasam belə mən yəni niyə bu qədər yəni bu zövqsüzlük hardan irəli gəlib? Bu yerli memarlarda da yəni Məncə bu təkcə 10 binadan 8-i belə deyə baxırsan, yaşayış binasıdır da. Yəni buna baxanda istəyirəm, bunun bu qədər zövqü olmayıb. Birincisi, bu təkcə memarın zövqünə aid olan bir şey deyil. Bu, qərarverici qüvvələrin tələb elədiyi çərçivələrin olması və yaxud bəzi hallarda olmaması deməkdir. Və yaxud səhv qaydaların olması və səhv yanaşma. Yəni ki, ümumiyyətlə bina kontekstdən kənar layihələndirib belə render olunur və təqdim olunur. Planlarla, razrezlərlə baş plan bir dənə çizilir, vəsə. Yəni heç bir kontekstlə onu əlaqələndirmə, onun nə bilim relyefə oturması, mühitin ətrafda yaradılması, o haqqda sanki o qaydalar o deyil. Даже Biz özümüz bilirik ki, qərarverici insanlar belə layihələndirilən binalarda biz görürük bu mühit ətrafda necə Mən daha çox belə balkondan bu tərəfə, yəni istər yaxınlarda tikilən, istər 10 ildən əvvəl. Təhsil də çox önəmlidir. Yəni təhsil sistemimiz çox zəifdir. Xüsusilə даже adi Gürcüstana baxanda bizim təhsil səviyyəmiz çox aşağıdır. Təəssüfkar. Çünki biz bizim universiteti bitirən adamlarıq. Sadəcə olaraq biz özümüz şəxsi belə təşəbbüslə, yəni ancaq yəni nəyisə öyrənmişik. Biz tələbələrə də adi belə referens yox. Sənin verdiyi yanaşma odur ki, bir dənə bina layihələndir misal üçün. Onun kontekstinə bax, onun ərazisinə bax, onun ətraf mühitlə əlaqəsinə bax, hansı analiz eləmək lazımdır ətrafda və s. O mərhələlər ümumiyyətlə yoxdur. Ümumiyyətlə mən tez-tez belə deyək də bu kontaktda oluram Şəhər Salma Komitəsinin nümayəndələri ilə hansısa layihələr təsdiqlənərkən, yəni Sabina dediyi kimi mən açıq deyə bilərəm ki, heç bir prosedur qaydası yoxdur. Azərbaycanda nəyə görə? Tiflisdə biz bilirik. Tiflisdə təbii ki, Tiflis şəhəri də ideal deyil. Yəni aydın məsələdir, onlar da inkişafdadılar. Yəni amma bizdə ümumiyyətlə prosedur qaydası yoxdur. Hansı layihələr hansı səbəblərə görə təsdiqlənir, bilinmir. Yəni məsələn bu yaxın günlərdə mən özüm bir şok yaşadım. Məncə nümunə göstəricidir. Bəlkə o ərazilərdən bilməm vlog filan çəksək gələcəkdə onu göstərmək olar. Hansı ki Xocalı prospektində yerləşən Nobel qardaşlarının mühəndislər üçün tikdirdiyi orada bir 4 mərtəbəli bina var. Onun tam arxasında 3 mərtəbəli konstruktivizm üslubunda olan binalar söküldü. Yerində hal-hazırda 15-16 mərtəbəli bir bina tikilir. Yəni çox bayağı memarlıqda, çox bayağı həcm ümumiyyətlə ora oturmamağı başqa, binanın yəni özünün zövqsüzlüyü başqa və qeyd etdiyim məsələ təkcə bina layihələndirməsi ancaq təkcə gözəl dizayndır. Yəni insanların həm də yaşam tərzi. Bu gün Bakıda
yəni varsa da çox az nümunələr var ki, hansı ki orada doğrudan da o insanların sosiallaşması, qonşuluq siyasəti, bu detallar yəni nəzərə alınır. Bu gün açıq deyəcəm ki, elə bir qaydalar yoxdur Bakıda və ümumiyyətlə digər şəhərlərdə ki, hansı ki tələb eləsinlər ki, bizim gələcəyə baxışımız nədir? Ümumiyyətlə mən bunu şəhərsalma kontekstindən deyim ki, yəni memarın şəhərsalma layihəsinin yəni ümumiyyətlə bir layihənin məqsədi bu gün qəşəng görsənsin deyə deyil. Yəni Sabina qeyd etdiyi kimi bizdə ümumiyyətlə binalara baxanda, qərar verəndə də qəşəng render, yaxşı vizualizasiya, yaxşı da ümumiyyətlə kimə görə yaxşı? Məsələn, qeyd etdiyin kimi bir 10 il bundan qabaq da zövqsüz binalar tikilirdi. Bu gün deyilir ki, hansısa şərtlər dəyişib. Amma baxırıq ki, biz 20 ildir buna qərar verən məmur yenə həmin məmur qərar verir. Sadəcə format dəyişir. Bu gün deyilir ki, şəhər mərkəzində icazə verilmir. Layihələr ümumiyyətlə çox çətin prosedurlardan keçir icazə verilərkən də. Amma bu bizi inkişaf aparmayacaq, dəqiq inkişaf aparmayacaq, apara da bilməz. Biz bugün hətta qeyd etdiyimiz elə Bayır şəhərdə də yeni bir bina layihələndirə bilərik. Hətta İçəri şəhərdə də yeni bir bina layihələndirə bilərik. Elə bir qayda yoxdur. Dünyanın heç bir yerində elə bir qayda yoxdur ki, bu qədər radikal yanaşma var ortada. Amma baxırıq ki, Bayır şəhər sökülür, İçəri şəhərə müdaxilələr var. Amma bir tərəfdən də yox, biz yeni bir şey etməmək xeyir. Yəni yenilik hər zaman olmalıdır. Hətta İçəri şəhərdə də yeni müdaxilələr ola bilər. Bayır şəhərdə də yeni müdaxilələr ola bilər və olmalıdır da. Yəni bu qədər radikal olmaq lazım deyil. Formatına uyğun. Yəni biz dediyimiz kimi həssaslıqla. və əminliklə deyirəm ki, heç vaxt bəzən də belə bir düşüncələr də çıxır ki, ortalığa bizdə yaxşı memar yoxdur. Yaxşı memarların ortaya çıxması üçün onun üçün bir şərait yaradılmalıdır. Şəraiti qoyaq qırağa, yəni ən azından maneələr yaradılmamalıdır. Bizdə yəni yaxşı şərait yaradılmağı qoyuram kənara, maneələr yaradılır memarlara, yəni ciddi maneələr yaradılır memarlara. Bu da təbii ki, memarların inkişaf edə bilməməsinə gətirir çıxarır. Yəni mən bir memar kimi deyim ki, artıq mən son təxminən 4-5 ildir mən yaradıcılıqla məşğul ola bilməm. Yaradıcılıqla oturub təkcə eskiz etmək, hansısa vizualizasiya renderlərdən və yaxud da ki, onun layihəsini işləməkdən söhbət getmir. Yəni düşündüyün, formalaşdırdığın beynində layihəni icra etməkdən, reallaşdırmaqdan söhbət gedir. Yəni yaradıcılıq memarın əsəri təkcə yəni rəssamdan, bəstəkardan fərqlənir. Yəni sadəcə mən belə deyək, malbertə qoyub bir əsər işləmirik də. Yəni memarın işi burada texniki tərəfləri var. Memarın əsəri o zaman görsənir ki, yəni onu tikiləndə artıq istifadəyə veriləndə və bayaq qeyd etdiyim bu təkcə dizayn işi deyil. Yəni artıq orada canlı bir həyat baş verəndə bu artıq İnsanlar o zaman necə istifadə edir, necə özlərini hiss eləyir, nəyə necə təsir eləyir, bu birbaşa yəni budur nəticə. Rəqabət mühitin olmaması, rəqabət inkişafa aparan bir şeydir. Bizdə rəqabət yoxdur. Bu bir. İkinci, tənqidi mədəniyyət. Yəni tənqid də ortalıqda yoxdur. Hansısa bir jurnal, hansısa bloq, hansı ki binaları təhlil eləyib tənqid eləyir. Yeni binaları məsəl üçün və yaxud yeni layihələri hələ binaya çevrilməmiş, yəni Problem də ondadır ki, mən sizə bir misal deyim ki, siz deyirsiniz tənqiddən, hərdən görürsən ki, yəni sən bura memar gözü baxmadan bir binaya baxırsan ki, nəsə burada belə çıxmasa nitodur da. Amma yenə də onu tərifləyən tapılır ki, nəyə pisdir ki. Var belə misallar, həqiqətən sosial mediada buna rastlaşmışam. Amma o tənqid əsaslanmış pis və yaxud yaxşı olması deyil. Yəni tərifləmək və yaxud pisləmək deyil. Əsaslı olmalıdır. Bəli, onu təhlil etmək. Nə yaxşıdır, nə pisdir, nə necə həll olunub, nə necə ola bilərdi və s. Budur kritika, budur tənqid. Bir gün mən hansı tendensiya fikir vermişəm, bu developerlər bir community vardı, yəni böyük tikinti şirkətləri, yeni tikililər, yaşayış kompleksləri tikənlərə. Əvvəllər, hardasa bir 10 il bundan əvvəl reklam saytlarına baxırdın, belə deyim, öz saytları olsun, nə bilim, elanlar saytları yazdılar ki, həyətdə parkinqlər, yəni avtomobillər üçün yer saxlamaq var. İndi biraz tendensiya danışıb. Sanki elə biz bu haqda danışmağa başlayandan sonra deyirlər ki, avtomobilsiz həyat üzr istəyirəm. Artıq bunun reklamına keçiblər. Mənə elə gəlir ki, burada bəlkə də bir cüzi olaraq bizim bir töhfəmiz var. Başqa töhfəniz nə ola bilər? Okey, developerlər başa düşürlər ki, maşınsız həyat daha yaxşıdır. Sizin onlara məsləhətiniz bu gün tutaq ki, siz konsultant olaraq gəldiniz hər hansı bir böyük tikinti şirkətinə.
Məsləhətiniz nədir bu gün Bakıda yaşayış müəssisəsi tikərkən avtomobil səyahətdən başqa nəyə diqqət yetirsinlər? Məncə əlçatanlıq çox çatışmayan bir mövzudur. O iqtisadi baxımından da, yəni o investorlara tövhə verə bilər, yaxud xeyir verə bilər. Amma belə sosial məsuliyyət kimi də ümumiyyətlə, yəni o qədər insan var ki, ümumiyyətlə kimsə uşaqladır, kimsə qoca adamla yaşayır və yaxud sıfırdan girişlər. Bəli, hamısı və hətta mənzillərin özləri misal üçün balaca boy, kiçik boylu yetkin insanlar üçün heç yerdə yoxdur. Həm o, həm hər şey. Deyək ki, hansı ictimai nəqliyyatdan çıxmış, mənzilə çatmaq yolu da hamısı ona uyğun olmalıdır. Az görənlər insanlar üçün, pis eşidənlər üçün, autizmdən əziyyət çəkənlər üçün, çünki səs, işıq və s. hamısı, yəni bir çox kriteriya var ki, insanın həyatını rahatlaşdırır. Hansı ki, yəni investor bunu nəzərə alıb onunla öz rəqabət səviyyəsini yüksəldə bilər. Bunun standartları, planları varmı mütləq? Standartları əlbəttə var. Bir çox hallarda təəssüf ki, bu standartlara illərdir əməl edilmirdi. Biz bunu yeni yasama vloqunda da gördük. Ümumiyyətlə işıq normativləri, yəni günəş evlərin birbaşa gün işığı alması. Yeni yasama ayrıca dünyadır. Yox, yəni biz orada qısaca deyim ki, biz orada Xırdalanda vloqda görmüşük ki, bunları illərdir bu normativlər hətta heç nəzərə alınmırdı. Bu gün yəni deyilir ki, bu normativlər nəzərə alınır, amma normativlər bilirsiniz necə, yəni kağız üzərində nəzərə alınır. Yenə baxırıq biz hansısa bir bokslar tikilir. Bunun yəni də zövq məsələsini hələ qoyuram kənara. Yenə də baxırsınız ki, bilirsiniz, normativ xatirinə normativlər olunur. Yəni güya ki bu normativ nəzərə alındı, amma reallıqda biz oradakı o necə deyim, o sosial infrastrukturu görə bilmirik də oradan da. Yəni onun fəlsəfəsini, yəni o normativlərin əslində fəlsəfəsini başa düşmür. Bir çox hallarda investorlar da, ümumiyyətlə onu tərtib, daha doğrusu onu tələb edən hansısa belə deyək ki, o ekspertizada və yaxud da dövlət qurumunda işləyənlər də və yaxud da memarlar da. Yəni çünki burada təkcə developerlərin, yəni ümumiyyətlə investorların başqa, həm də memarların günahı var. Memarlar, Azərbaycanda yaşayan memarlar bir çox səbəblərdən, indi buna hansısa argumentlər də gətirə bilərlər ki, finans ehtiyaclarından ya ümumiyyətlə şərtlər budur, biz nə edə bilərik, bu cür argumentlər. Büdcə aşağıdır. Amma burada memarlarda da mən çox günah görürəm. Bir çox hallarda memarlar belə deyək, öz visionunu formalaşdıra bilmədiyinə görə bir çox hallarda bunun da səbəbləri var. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var, başa düşürəm, amma yəni burada həm də memarların da günahı var. Yəni bir çox hallarda developerlərin dediklərini sadəcə icraçı kimi etməyə başlayırlar. Developerlər qeyd edir ki, mən burada bunu istəyirəm, nə bilim, yaşıl rəngdə dam istəyirəm, göy rəngdə şüşə istəyirəm, bilməm, günbəz istəyirəm. Bu cür olmamalıdır. Yəni bir çox developerləri mən tanıyıram ki, Azərbaycanda bir çox hallarda bunlar sadəcə bina tikənlər adlandırılır bir çox hallarda və bir çox hallarda olub ki, yəni mənim özüm belə çox belə gülməli situasiyalara düşmüşəm ki, deyirsiniz ki, məsələn qeyd etdiyimiz kimi o nəqliyyat əlçatanlığı bir çox hallarda biz görürük ki, bina sadəcə tikilir, kənarı hasarlanır, bitdi getdi. Ondan yəni həyat sönür, lap həyat. Şlaqbaum bitdi getdi. Hətta həyat bəli, hətta həyat maşınsız qeyd etdiyin ki, maşınsız həyat belə olsa, o hasardan kənara həyat ölür. Yəni həyat ölür və o ətrafın təhlükəsizliyi, bir çox məsələlər nəzərə alınmır ümumiyyətlə. Developerlərlə də danışdığımız zaman bir çox hallarda görürüz ki, heç onun nəqliyyat əlçatanlığı önəmli deyil onun üçün və yaxud da ki, bunun iqtisadi tərəfləri, yəni bir bina tikilməmişdən qabaq mən hətta şok yaşadığım bir situasiyalar belə olub ki, yəni soruşursan ki, burada niyə bir bina tikəsən ümumiyyətlə və yaxud da ki, bu o demək deyil, tikməməlisən, yəni səbəbləri nədir? Bilməm, mənim sürücümün xalası oğlu deyir ki, burada yaxşı satılır. Misal üçün də belə hətta argumentlər olur. Yəni, bu cür yanaşma olmamalıdır. Developerlər istəyirlərsə ki, əgər bilməm, bizi izləyəcəklər, izləməzlər. Hər halda izləyənlər varsa, istəyirlər ki, və əgər onların doğrudan da tikdikləri, yaratdıqları bir
əsərə çevrilsin. Birincisi, yəni məncə peşəkar memarlarla işləməlidirlər və memarların ümumiyyətlə baxışına belə deyək, təbii ki, bir kompromis olmalıdır. Bu dünyada da belədir. Yəni təkcə yəni bizdədir bu, ancaq dünyanın hər yerində sadəcə oturub memara qulaq asırlar mən demirəm, amma bir kompromis təbii ki, yollar tapılmalıdır və biraz memarın baxışına hörmət olmalıdır. Burada bu hörməti həm developer tərəfindən formalaşmalıdır, həm də biraz buradan memarlara da səslənirəm. Biraz o hörməti də memarlar da özünə qoymalıdır ki, yəni mənim bir baxışım var, mənim layihəmin, mənim bir proyektimin öz fəlsəfəsi var. Bunu sübut edə bilməlidir. Memarlar da sübut edə bilməlidir. Birinci o formalaşmalıdır, ondan sonra tələb eləməlidir. Hə, yəni bəli, o formalaşmalıdır. O formalaşması üçün də, yəni bayaqki sualdan bunlar hamısı bir-birinə bağlı olan sistematik məsələlərdir. Yəni müsabiqələr olmur, o formalaşa bilmir. Yəni təhsillə bağlı məsələlər. Yəni amma yenə də bunu necəsə addımlar atılmalı. Birdən-birə düzəlməyəcək bu məsələlər, amma bunun üçün addımlar atılmalıdır, hansı cəhdlər olunmalıdır. Bilməm, yəni çünki bizim yaratdığımız həm memarların, həm ümumiyyətlə həmin o developerlərin tikdiyi binalar, yəni nəticədə o insanlara xoşbəxtlik gətirmirsə, bizim hətta oradan yəni əldə etdiyimiz qazanc belə düşünürəm ki, bilmirəm, o insanların özünə də, o pulu qazananların özünə də nəticədə xoşbəxtlik gətirə bilmir. Çünki əgər biz bir iş görürüksə, bir yaratdığımız əsər varsa, memar olaraq onu biz beynimizdə formalaşdırıb həyata keçirmək istəyiriksə, bununla paralel developerlər də onu həyata keçirirsə, yəni reallaşdıra bilirsə, nəticədə mən düşünürəm ki, onun əgər biz o xoşbəxtliyi orada yarada bilsə, onun həmin o pozitiv karması da istənilən halda həm memara da gələcək, həm o binanın tikənlərə də gələcək və tarixdə də yəni ki, bir əsər qoymuş olacaqlar. Memarlarla yanaşı həm də o işləri icra edənlərdir. Ümumiyyətlə böyük bir fikir haqqında sanki düşünməyə cəsarət yoxdur, ancaq pul. Yəni böyük fikir nə deyirəm? Ümumi, yəni biraz daha qabağa baxmaq. Prosta fikirləşmək ki, bu bina nə qədər, yəni biz deyək ki, harasa gedirik ki, qəşəng bir mühit görək də, şəhər mühiti. O mühiti qazanıb da, bu şəhər qazanıb, onu qoruyub, onu saxlayıb və yaxud təzəsini yaradıb hansısa həssaslıqla yenə də. Bir gün Bakı şəhəri istər urbanistlərin gözü ilə, istər hətta adi sakinlərin gözü ilə çox aqressiv bir şəhərə çevrilib. Yəni biz bu şəhərdə yəni istər avtomobil sürərkən, istər piyada gəzərkən, velosiped sürərkən hələ də indi aqressiv bir mühitlə rastlaşırıq. Yəni istər bu keçidlərin olmaması, səkilərin olmaması və ən çox son anda xüsusilə də yəni xarici gedəndən sonra nə fikir verdim? Gəzirsən və istər lap beləcə nisbətən kasıb olan məsələn Budapest şəhəri də, yəni Şərqi Avropanın şəhərlərində demək olar ki, hər 100 metrdən bir, 150 metrdən bir skamyalar var. Sən otura bilərsən. Yəni artıq o küçə mebeli özü hansı bir sakitlik yaradır ki, özün daha uyut deyilən bir şey var da, yəni sözdə. Yəni elə bir harda sözün evdə hiss edirsən ki, yoruldum, əyləşdim, kimisə gözlədim. Mən bu gün Bakı şəhərində tək-tük bəlkə də bir parklar istisna olmaqla skamyalar görürəm ki, bu necə oldu ki, skamyalar mədəniyyəti Bakı şəhərinə niyə gəlmədi? Bu birinci sual. İkinci sual isə biz həmin bizim mühitimizi hələ ki Bakıdan danışırıq da, indi regionlara keçərik, mühitimizi necə daha sakit, daha insanyönümlü elə bilərik, daha insanı xoşbəxt elə bilərik? Yəni mümkündür, yoxsa artıq radikal şəkildə bu dəyişməlidir? Birinci skamyalar haqqında Sabina səndən sual, çünki sən də bax birbaşa olaraq toksik urbanizmin bir ayrılmaz bir yanaşmasıdır da bu skamyalar, planlar, mebellər. Yəni çox bəsit səslənir də, sadəcə olaraq skamyaka. Amma bu skamya o qədər sosial dəyişikliklərə aparır da, necə ki sən onu hiss elədin ki, yəni sadə bir şeydir, amma sənə çox mehriban gəlir və qayğıkeşlik yaranır. Bu hələ balaca bir skamyakadır. Təsəvvür elə o skamyakalarla sən müxtəlif ssenariləri fikirləşsən, insanın dincəlməsi üçün qrupda, nə bilim, hansısa cütlüklər üçün və yaxud böyük bir qrup dostlar və yaxud ailə üçün məsələn. Yəni o ssenarilər
tamamilə şəhərin mühitini və tempini dəyişdirir. Amma bizim mədəniyyətdə bu əvvəlcədən yoxdur. Kəndlərə biz getsək, bizdə misal üçün rus kəndlərində, misal üçün İvanovka, Slavyanka və yaxud Şəmkirdə daha çox alman və ruslar yaşayan yerlərdə görürük ki, bir hasarın dibində bir dənə skameyka var. Ya prosta oturub, ya orada hələ də o mədəniyyət qalıb, çünki onlar o mədəniyyəti xaricdən gətiriblər, özləri ilə gətiriblər. Bizdə isə kişilər çayxanalarda bir mühit yaradıb. Bir dənə ağacın altında bir dənə balaca çayxana hər kənddə həmişə var. Bu bizim mədəniyyətimizdir. Qadınlar çölə çıxmırlar. Çölə çıxırlar ancaq qohumların yanına və s. Bu bizim əvvəlki təməldə duran deyək ki, mədəniyyətimizdir. Yəni bunun da bir tarixi, bir kökləri var. Amma şəhər artıq böyük bir ümumi bir orqanizmdir. Bu o əvvəlki mədəniyyətdən tamamilə qopan bir şeydir və biz hansısa mədəniyyəti süni olaraq, şuurlu olaraq saxlamalıyıq. Buta, şəbəkə falan yox. Toxunulmaz mədəniyyəti saxlamalıyıq, qorumalıyıq, Bayır şəhər kimi misal üçün. Ancaq bəzi mədəniyyəti hansı ki bizim sosial mühitimizə, sosial təhlükəsizliyə və s. artıq pis təsir eləyirsə, misal üçün qadının hüququ olmaması, hansısa bir üçüncü məkana daxil icazə olmaması, qız uşağın və s. də asudə vaxtını çöldə keçirməməsi, o mədəniyyət artıq dəyişilməlidir. Yenə də bizim podkastımızda keçdi qadın kişi söhbəti. Mümkün olmadı bundan yayınmaq. Deyirəm, sənə də bir sual. Bu skamyadan başqa Bakının aqressiv mühitini necə sakitləşdirək? Bakının əslində aqressiv mühitini sakitləşdirmək olar. Yəni biz dəfələrlə qeyd etmişik. Yəni mən pozitiv baxıram, amma yəni hardasa bu şəhərin keçdiyi qatlardır əslində. Yəni o mədəni, sosial qatlardır. Yəni bizim tariximizdə, keçmişimizdə təbii ki, İslam mədəniyyəti də var. Yəni bir çox səbəblər var. Amma bu gün o demək deyil ki, bizim bu aqressiv mühiti formalaşdıran səbəblərdən də biri insanların bu son illərdə lazımlı ya lazımsız maşın sevgisi. Bunun da müxtəlif səbəbləri var. Bu da yəni elə belə deyil. İnsanlar özlərini nə iləsə sübut etmək istəyirlər. Amma bu sübut bayaqki o sualın davamı olaraq, yəni bu illərdir baş verirdi artıq. Bahalı maşın alım, göstəriş. Mən indi buradan o insanları da çox qınamaq istəmirəm. Çünki bunun üçün ayrıca bir tamam başqa mövzudur. Təbii ki, bunun da avtomobillərin əlçatan olmaması. Təbii ki, bu da var, amma bunun başqa səbəbləri də var. İndi mən o mövzulara hal-hazırda girmək istəmirəm, çünki tamam başqa mövzudur. Biraz memarlıqdan uzaq bir mövzudur. Mən indi burada başqa mövzular açmaq məncə lazım deyil. Amma bu aqressiv mühiti təbii ki, biz azalda bilərik. Bunun elə Bakının özündə də nümunələri var. Özün də bu ərazilərdən vlog hazırlamalısan. Yəni təbii ki, mənə görə oranın özündə bir minusları var. Elə Cəfər Cabbarlı 28 Vağzal meydandan söhbət gedir. Biz cəmi 2 il bundan öncə ora baxsaydıq, yəni avtomobil səsləri, siqnallar, hətta orada heç həmin dövrdə heç asparking də yox idi. Sadəcə qolunda lent olan kim istəyirdi, parkovşiklər bəli dayanırdı. Necə orada bir aqressiv mühit vardı. Yəni həmin o metrodan çıxarkən sanki bir o hər zaman qeyd etdiyimiz o Bangladeş atmosferi, Bangladeş yəni misal üçün Bangladeş və yaxud da ki Lahor ola bilər. Xaotik bir bəli, xaotik bir mühitə düşürdük, bəli. Bu gün səmimi, yəni bir çox minusları var, amma sırf o ərazidə hətta avtobusla gələrkən orada bir yəni deyirəm bütün minusları ilə yanaşı daha yaxşı bir bu gün görürük ki, orada aqressiv mühit yoxdur. Yəni orada gəzərkən hətta avtobusla Amma sizə deyim ki, orada aqressiv mühit necə
necə formada var. Məsəl üçün səhv həllər var, hansı ki Neft və Sənaye Universiteti. hansı ki Keçmiş universitet Aziya. Azinin yanından keçən velosiped yolu və piyada yolunun konflikti. Hə, var orada. Çox böyük bir konflikt var. Məncə çox qəzalar və narahatçılıqlar əmələ gəlir. Hansı ki bu həll, məsəl üçün taktiki urbanizmlə bu birinci həll olunsaydı, testdən keçirilsəydi, bu səhv orada aşkar olunardı. Və indi məsəl üçün bunu düzəltmək ciddi bir investisiya tələb eləyir, vaxt, narahatçılıq, onun logistikası və s. Yəni orada bu səhvlərin hamısının qarşısını almaq üçün həmin o taktikalar lazımdır. Müvəqqəti formada prosta nəyisə işarələyib, konuslar qoyub, nə bilim o insanlara bir aylıq test rejimində işlətməklə bütün səhvləri aşkar edib, onun bəli, son layihəsini hazırlasaydılar, belə bir səhvə yol. Təbii ki, eyni şey Xəqani bağı, Malakan bağı ətrafında da etmək olardı. Hətta bildiyim qədər elə Sabina Gilora üçün layihə də hazırlanmışdı. Yox, yəni ciddi layihə, ümumiyyətlə ictimaiyyətə təqdim olunmayan layihə qoyurlar. Yəni mən o detallara getmək istəmədim. Yəni vloqda da o konflikt zonalarını falan anar göstərmişəm. Ümumi sadəcə müqayisə üçün ki, insanlar canlandıra bilmək üçün, yəni ən azından 2 il ona görə dedim ki, bütün minusları ilə yanaşı. Hər bir halda təbii ki, daha peşəkar yanaşma Səbinanın qeyd etdiyi kimidir ki, yəni o cür olmalı, təbii ki, taktiki urbanizmlə. Amma yenə də yəni müqayisə etmək üçün, çünki bir çoxları bizdə hər zaman qeyd edir də, Bakı Avropa deyil və yaxud da ki, bizdə bu düzələn deyil, bizdə o düzələn deyil. Bu cür yanaşmalar bizdə çox olduğuna görə mən ona görə qeyd etdim ki, məsələn 2 il bundan öncə elə Malakan bağı ətrafına da baxsaq, həmin o 28 vağzalın ətrafındakı meydana da baxsaq, fərqi hiss etmək ən azından olur. Ona görə də Bakının özündə də yenə də istər o şəhər ətrafındakı mərkəzi park olsun, orada təkcə urbanistik yanaşmalar deyil. Mənə elə gəlir ki, orada da ciddi memarlıq, yəni müsabiqələri üçün o parkın özünün yenə dominantı yoxdur. Bəlkə yeni bir mədəni, kultural bir şəhər üçün yeni bir tikili ola bilər. Necə ki, orada görürsüz biz müxtəlif teatr, Heydər Əliyev sarayı, sonra Azdramanın Akademik Dram Teatrının binası. Yəni evindən çıxan kimi sən aqressiv mühitlə rastlaşırsan. Birinci fiziki, hansı ki səki yox, nə bilim, maşın oradan keçir belə. Sonra hansı ictimai transporta minirsən və ya şəxsi avtomobilə və vəsə. O ilə də sən günün pis başlayır. Başqa səbəblər səs kirliliyi, vizual kirlilik pik həddədir Bakıda. Yəni bütün bunlar təbii ki, insanların özünün də aqressiv olmasına gətirir, çıxardır. Yəni insanlar pis deyil. Bizdə çox xoş, yəni bizim insanlar əslində çox mədəniyyətə sahibidir də. Həmişə əslində gülərüz. Bizim ailədən gələn bu mədəniyyət var. Amma böyük şəhər onu məhv edir. Və biz regionlarda məsəl üçün görürük bunu. Çox fərqlidir. Biz yəqin bir gündə mütləq danışarıq. Ümumiyyətlə regionlarda baş verənlər, ümumiyyətlə bizim şəhərlər necə təsir edir, bir urbanistlərin və memarların bir sözü var. Əvvəl sən şəhəri tikirsən, sən şəhəri formalaşdırırsan, sonra şəhər səni formalaşdırır. Yəni desən Churchillin də belə bir Churchillin belə bir statı var idi. Bugün dostlar biz çəkilişimizi Be Positive Agentliyinin studiyasında eləyirik və mən istəyirəm son olaraq hər biriniz bir pozitiv nitqlə çıxış eləyəsiniz və məncə pozitiv olmaq lazımdır öz yerində, amma sırf bizim sahədə, bizim perspektivdə biz pozitivə doğru gedirik yoxsa yox və buna nə dərəcədə bizim şansımız var? Yaxşı bir pozitiv nitqən istəyirəm hər biriniz. Bu sualdan sən artıq pozitiv nitqinizi kəsdin. Yox, həqiqətən deyim ki, doğrudan da yəni pozitivə doğru bir bəzi məsəl üçün nə etmək lazımdır ki, həqiqətən bəzi reformalar var ki,
pozitiv nəticələr əmələ gətirir. Məsəl üçün dəmir yolların inkişafı. Yəni möhtəşəm bir addımdır. Ümumiyyətlə, yəni o dəmir yollarının illərdir formalaşan vizyonu var idi. Tamam dəyişib də. Bəli, tamamilə. Yəni o Sovet aqressivlik, belə elektrikalardadır. Yəni mən özüm xatırlayırdım ən azından. ehtiyaclarını orada eləyən yəni o cəmi nə var 15 il bundan əvvəl olub. Yəni indi mən məsələn bu yaxınlarda elə olmuşdum Avropa şəhərlərinin birində və oradakı prinsipcə gördüyüm railway, yəni railway səviyyəsi, yəni dəmir yolları səviyyəsi heç də yəni Bakını o qədər də fərqlənmir həqiqətən. Fərqlənən şey odur ki, bizdə pis havada o işləmir. Yox, doğrudan da mən razıyam. Yəni son illər pozitiv deyilsə, onu da düzəltmək olar. Azad dəmir yollarının ümumiyyətlə fəaliyyətini mən də pozitiv qiymətləndirmək olar. Doğrudan da o reformadır. Hansı ki işləyir? Bəli, məhz reformadır. O reformadır doğrudan. Hə, islahatdır. Yəni və hətta dəmir yolları muzeyi məsəl üçün yaradıblar. Bu detallara qədər fikir vermələri yaxşıdır, amma bəzən bunun artıq memarlıq tərəfinə gəlir. Bu detallardır. Sadəcə xoşa gəlməz belə primitiv güya bir müasir binalar falan elə. Bunlar yaxşı yanaşmalar deyil. O hissələrə də keçsələr artıq detallardır. Bu əslində yaxşı bir şeydir ki, yaxşı fəaliyyət göstərir. Artıq detalları düzəltməyə gələndə, məsələn, çox yaxşı Azərbaycanda istər İmperiya dövründən qalmış Rusiya İmperiya dövründən, istər Sovet dövründə, Stalin memarlığı dövrünün yaxşı stansiya binaları var. Onları bərpa etmək, orada maraqlı bir mühit yaratmaq olar ətrafda. Bir çox hallarda o binalara məsələn dəyər verilmir, primitiv binalar falan olur, amma bu artıq detallardır. Gələcəkdə ümid edirəm ki, orada da bir kiçik müsabiqələr elan edə bilərlər daha yaxşı iş görmək üçün. Yəni bu kiçik irad da olsa, amma ümumən mən də razıyam ki, dəmir yollarının fəaliyyətini pozitiv məsələn qiymətləndirmək olar. Dirgəm və sənin pozitiv baxışın nədən ibarətdir? Yəni pozitiv bəli, hansısa indi qurumların içində ola bilər, amma ümumən mən gələcəyə pozitiv baxıram. Təbii ki, bu islahatları bu gün şəhərsalma sahəsində, şəhərin infrastrukturunda görməsəm də pozitiv mənim üçün, yəni yenə də gələcəyə mən pozitiv baxıram. Amma bu cür biz bunu dəfələrlə əslində vloqlarda qeyd etmişik. Mən bir daha öz fikrimi üzərində duraraq əminliklə deyim ki, heç bir halda ayrı-ayrı qurumların, ayrı-ayrı hətta pozitiv belə addımlar belə olsa, çünki bayaq qeyd etdiyim hansısa pozitiv addımlar da ayrı-ayrılıqda olsa, bu bizim şəhərin inkişafına heç vaxt aparmayacaq. Bu belə deyək də pozitiv səslənməsə də biz bu səhvləri deməliyik. Şəhər necə ki vahid orqanizmdir, necə ki binalara hansısa şəhərsalma komitəsi icazə verir, başqa bir yollara başqa qurum icazə verir. Bu cür olmamalıdır. Bu cür olduğu halda heç vaxt inkişaf edə bilməyəcək şəhər. Bunu da qeyd etməliyik ki, bu o demək deyil ki, mən gələcəyə neqativ baxıram. Mən hər bir halda pozitiv baxıram. Şəhərin belə deyək də, bir çox şəhərlər hansısa yollardan keçir. Yəni, tarixi periodlardan qatları var. Bugün düşünürəm ki, Bakı təəssüf ki, bu pis dövrünü yaşayır. Şəhərsalma baxımından bir, necə deyim, estetikasını itirir, öz simasını itirir. Amma mən yəni, yenə də pozitiv baxıram. Bakıda yüzlərcə, yox minlərcə binalar var ki, hələ də sağdır, salamatdır, yerindədir. Bəli, Bakının o şəhərin xüsusən mərkəzindəki miqyas itib. O binaları təbii ki, o şəhər mərkəzində o binaların sayı çox sayılı deyil əslində. Söhbət sırf o tarixi mərkəzdən gedirsə, çox sayılı deyil. İndi bunun üçün də gələcəkdə bəzi binaları, hündür mərtəbəli binaları sökmək olar, miqyası salmaq olar, düzəltmək olar. Şəhərin kənarlarına gəlincə bunun üçün də, yəni şəhərin təbii ki, vahid bələdiyyəsi olmalıdır, şəhərin öz büdcəsi olmalıdır. Şəhər kənarlarına gəlincə, yenə də şəhər kənarlarında da, yəni mən nəyə görə pozitiv baxıram? Bəli, şəhərin bir çox hissələri var ki, Əhmədli kimi, mikrorayonlar kimi artıq oranın şəhərsalma strukturu pozulub,
Amma bunlara bütün bunlara baxmayaraq biz mikrorayonlarda da 8-ci mikrorayonda vloq hazırlamışıq. Sanki mikrorayonların içinə girəndə bir mikroklimat var artıq o mikrorayonların içində də. Pozitiv hansısa yanaşmalar, daha doğrusu formalaşmış bir mühitlər var. Bilmirəm, məsələn biz bu ən xaotik olan yerlərdən birində belə Əcəmi metrosu ətrafında, yəni yaxşı 1-2 nümunələr, məsələn Moskvan Vermağı kimi və yaxud da Əhmədli Bakı Kino Teatrı kimi o kiçik ərazilərdə, çünki biz Əhmədlini, Həzaslanı və mikrorayonları bunlar belə deyək də illüziyaya düşməməliyik. Biz bütün o əraziləri öz ilkin estetik görünüşünə qaytara bilmərik. Bunu qaytarmağa ehtiyac da yoxdur. Çünki Bakıda tikilən minlərlə binanı sökmək başqa problemlərə gətirib çıxar, ekoloji problemlərə gətirib çıxardacaq. O tikinti tullantıları hara gedəcək? Ona görə də mən düşünürəm ki, o binaları yenə də gələcəkdə müsabiqələr və bu bilirsiniz, əsl reform bu olmalıdır. Yəni yanaşma, bir tətbiq yanaşmalar, mövcud binalarla nə edək, tarixi mərkəzlə nə edək. Amma bilmirəm, yəqin ki, ADD-dəki kimi bəlkə də bilmirəm, yəni şəhərsalmada tənqidi fikirlərə biz elə podkastı başlayanda dedik, tənqidi fikirlərə çox radikal yanaşmalar var. Hətta tənqidi fikirlər səsləndirən memarları ignor edilir, belə deyək. Ona görə də bu cür başqa cür inkişaf edə bilməyəcək. İstər ignor edilək, istər edilməyək, heç bir halda alternativ fikirlərə qulaq asmadıqca bu bizi inkişaf aparmayacaq. Amma mən yenə də pozitiv baxıram. Bakının potensialı var. Yaxşı şəhər və belə deyək də özünə məxsus şəhər olmağa. Bakı haqqında saatlarla biz danışa bilərik. Bunun səbəbləri nədir? Ümumən götürsək mən pozitiv baxıram. Bakının potensialı var. Baxmayaraq ki, müdaxilələr həddən artıq çox olunub. Mən yenə də pozitiv baxıram. Hətta yeni tikilmiş o novostroykalara belə, onların belə yəni individual həll yolları var. Ağrı verici olur. Bəzən o müdaxilələr etmək istəmirlər, amma olmalıdır. Yəni biz ya ümumiyyətlə bir bədəni bütünlükdə məhv olub gedəcək, ya da ki biz hansısa yaralanmış hissələri belə deyək də amputasiya eləməliyik. Vaxtında amputasiya eləməliyik. Bəli, başqa yolu yoxdur. Ona görə də ümumən amma pozitiv baxıram, çünki buna potensialımız var bizim. Dostlar, bugünkü podkastımız, bugünkü mövzularımız məncə çox maraqlı oldu və mən yenə də başa düşürəm ki, biz də bundan daha çox danışa bilərik və bəlkə də bu mövzuları ayrı-ayrılıqla bir podkastda həsr eləyərik. Ona görə bu videoları buraxmamaq üçün mütləq kanala abunə olun və bizim işimizə dəstək də göstərə bilərsiniz Patreon vasitəsilə ki, biz bu videoları davamlı edək. Çox sağ olun dostlar. Növbəti podkastlarda görüşərik, eşidilərik. Sağ olun.